Bir çoxları onu sadəcə bir film qəhrəmanı kimi tanıyır. Əslində isə o real bir insandır və Azərbaycanda, Bakıda və dünyanın bəzi şəhərlərində yaşayıb, ad çıxarıb, ad qazanıb. Kimi onun adının mənfi obraz kimi tanıyır, kimi isə müsbət obraz kimi. Əsas məsələ isə budur ki, Azərbaycan tarixində, yeni tariximizdə tez-tez adı sadalanan bir adamdır. Söhbət Qurd Cəbrayıldan gedir. Baxşıyev Cəbrayıl Əlbaxşıoğlu 1900-cü ildə Bakının Maşdağa kəndində anadan olub. Anadan olandan 6 ay sonra anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində böyüyür. Cəbrayılın ata-babası Kərbəlayı Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. Zəmanəsində dadlı doğğa bişirən insan kimi tanınan babasının yanında doğğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş həm də dəcəl olub. O özünə pul qazanmaq məqsədi ilə doğğaya su qatırmış ki, özünə şirin quş, noxud qovurması alsın. Bakı sakinləri doğğanın dadının dəyişdiyini, onu su qatılmasından şübhələnirlər və Sonquluya bu barədə şikayət edirlər. Nəvəsinin cəzalandırmaq qərarına gələn Kərbəlayı Sonqulu Cəbrayılı döymək istəyəndə Cəbrayıl onun əlindən çıxıb Tağıyev fabrikinin yaxınlığında yerləşən xalası ilə qaçmaq qərarına gəlib. Həmin vaxtda dəniz kənarından ora barkaslar gedirmiş. 9 yaşlı uşaq barkas əvəzinə çaşıb Həştərxana gedən gəmiyə minir. Sonradan yanlış olaraq uzaq məsafəli gəmiyə mindiyini başa düşür. Gəmidəkilər Cəbrayılı sakitləşdirərək ona çörək, şirniyyat verir. Kapitan geri qayıdarkən Cəbrayılı Bakıya qaytaracağına söz verir və beləcə onlar yollarına davam edirlər. Ancaq hava şəraitinin kəskin dəyişməsi səbəbindən gəmi bir neçə gün Həştərxanda qalmalı olur. Bir neçə günü sahildə qalan Cəbrayıl bir gün görür ki, yoldan keçən arabanın təkəri çıxıb. Yaxınlaşıb milliyyətcə tatar olan arabaçıya kömək edir. Uşağın bu hərəkəti arabaçının xoşuna gəlir. Arabaçı isə Həştərxanın fabrik sahiblərindən biri olan Sonsuz Ravil kimi tanınan bir imkanlı şəxs olurmuş. Cəbrayıl dilə tutur, ona elə ordaca övladlıq təklif edir. Mənim böyük bir qənnadı sexim var. Yəni yaşayışım yaxşıdır, amma övladım olmur. Gəl sən mənə övlad ol deyir. Evin xanımı ona doğma övladı gözü ilə baxmasa da Ravil kişinin sevgisini qazanır. Beləliklə Cəbrayıl təxminən 9 il Ravilin evində qalır. Günlərin birində Ravil pul kisəsini Cəbrayıla verib bir nəfərə çatdırmasını tapşırır. Üstəlik 1 manat da fayton pulu verir. Yolda yaşıdlarının dəmir pullarla qumar oynadığını görən Cəbrayıl onlara qoşulur. Xırda pulları qurtarandan sonra fayton pulunu da uduzur. Verdiyi pul kisəsindən 1 manat fayton pulu götürsə də onu xərcləməyə ürək eləmir. Məhz bu səbəbdən yoluna kəsə davam edən Cəbrayıl yolunu qəbristanlıqdan salır. Qəbristanlıqda olduğu müddətdə görür ki, 2 nəfər atlı keçir. O atlıları görüb qəbirlərinin birinin arxasında gizlənir. Həmin adamlar qəbristanlıqda yer qazaraq özləri ilə gətirdikləri böyük bir bükülünü orada bastırıb çıxıb gedirlər. Cəbrayıl adamların xəzinə bastırması ehtimalı ilə həmin yeri qazmağa başlayır. Qazıb qurtarandan sonra çıxardığı kisənin ağzını açır və gözlərinə inanmır. Orada boynuna bıçaq saplanmış bir qız olur. Bıçağı dartıb çıxaran kimi qan Cəbrayılın üzünə fışqırır. Bu an Cəbrayıl özündən gedir. Gözlərini açanda isə özünü xəstəxanada görür. Ətrafındakılar qızı Cəbrayılın vurduğunu zənn edirmiş. Lakin sağ qalan qız onu Cəbrayılın vurmadığını deyir. Xilaskarını beləcə həbs olunmaqdan qurtarır. Özünə gəldikdən sonra xəstəxanadakı otaqlardan birinə girən Cəbrayıl oradakı çarpayıda ətrafı yasəmən gülləri ilə dolu olan bir gözəl qız görür. Mənim başım gicəlləndi, amma bilmirəm bu sənin gözəlliyindəndir, yoxsa yasəmənlərin ətrindəndir deyərək qıza yaxınlaşır. Qız isə elə mənim də adım Yasəməndir, xilaskarım deyir. Bundan sonra Yasəmən başına gələnləri nəql eləməyə başlayır. Atam çox varlı idi, onun 2 qızı var idi, mən və bacım. Atam ölməzdən əvvəl var dövlətini 2 bacı arasında bölmüşdü. Məni bıçaqlayıb qəbristanlıqda bastıranlar isə bacımın əri ilə qaynı olub.
Yasəmən sağaldıqdan sonra Cəbrayıla öz evinə köçməyi təklif edir. Cəbrayıl Ravil kişi ilə sağollaşıb qızın evinə köçür. Üstündən çox keçməmiş Yasəmən ona qəsd etmiş bacısının həyat yoldaşı və qaynını öldürüb doğrayır. Doğranmış meyitləri isə Cəbrayılın köməkliyi ilə bastırır. O, evdə daxil olmaqla hər şeyi satıb, bütün pulları Cəbrayıla verir. Beləliklə, Cəbrayılla Yasəmən Bakıya qayıdırlar. Cəbrayıl Həştərxan yaxınlığındakı stansiyaların birində düşür. Yasəmən qatarda qalır. Elə bu məqamda düşünür ki, Bakıya Yasəməni apara biləcəyi bir ata ocağı, evi yoxdur. Ona görə də Yasəmənin olduğu vaqona minməyərək Bakıya başqa qatarla qayıdır. Bundan sonra Qur Cəbrayıl təsadüfən Rostovdan Bakıya gələn oğrularla tanış olur. Cəbrayıl ilk ciddi işlərinə, yəni dırnaqarası işlərinə həmin vaxtdan başlayır. O dövrün ən tanınmış avtoriteti sayılan Rəşidoğlu Məhərrəmlə birgə oğurluğa gedən Cəbrayıl az müddətdə məşhurlaşır. Onun sorağı hətta Bakıda olarkən İosif Stalinə çatır. Cəbrayılı Stalinin yanına aparırlar. O Cəbrayıla Bakıdakı banklardan birinin küllü miqdarda pul oğurlamağı tapşırır. Tapşırığı layiqincə yerinə yetirən Qur Cəbrayıl sonradan həmin vəsaitin inqilaba xərcləndiyini öyrənir. Yeri gəlmişkən, müharibə dövründə həbsxanada olarkən Cəbrayıl Stalindən xahiş məktubu yazır və azad olunmağını, eyni zamanda lazımsa hətta cəbhəyə göndərilməyini xahiş edir. Lakin Stalin onu həbsxanadan buraxılması barədə heç bir göstəriş vermir. Yasəməni qatarda qoyub Bakıya ayrı qatarla gələn Cəbrayılla bağlı danışanda yəqin ki, bir çoxunuzda Cəbrayılla bağlı mənfi fikirlər oyandı. Təbii ki, bu kimi insanlar haqqında heç kəs bir mənalı fikirlər söyləyə bilməz. Amma Cəbrayıl haqqında danışanda şahidlər və ətrafı yaxınları bu məqamda qeyd edirlər ki, sonralar Yasəməni axtarıb tapan Cəbrayıl onun vaxtilə verdiyi pul kisəsini özünə qaytarırmış və onunla birlikdə Bakıya dönür. Həqiqət isə budur ki, o bundan sonra uzun illər Yasəmənlə birlikdə Bakıda yaşayır. Onlar artıq ər-arvad münasibətlərində yaşasalar da, bu rəsmiləşməmiş qalır. Cəbrayıl göbəkəsdə olunduğu xalası qızı Minə xanımla evlənir. Yasəmən də onlarla birgə yaşayır. Lakin övladı olmadığına görə Cəbrayıl digər qadından olan övladlarını qucağına alanda bu Yasəmənin ürəyinə toxunur. O Cəbrayıla getmək istədiyini desə də Cəbrayıl razı olmur. Lakin Cəbrayıl növbəti dəfə qazamata düşəndə Yasəmən onlardan gedir. Ailə qurub bağça müdiri işinə düzəlir. Yasəməndən fərqli olaraq Minə xanım düz 7 övlad dünyaya gətirir. Onlardan ikisi uşaq vaxtı dünyasını dəyişir.